Salam, əziz izləyicilər. Hər kəsə təşəkkür edirəm qoşulduğunuza görə. Bugünkü mövzumuz nədən ibarətdir? Uşaqlarda davranış pozuntusu və onların aradan qaldırılması üçün müəyyən texnikalar var ki, mən sizə bunlardan da danışmaq istəyirəm ümumiyyətlə. Və birinci olaraq davranış pozuntusunun uşaqlarda səbəbləri nədən ibarətdir? Ümumiyyətlə nə üçün, hardan qaynaqlanır əsasən? Bu barədə danışacağam. Ondan sonra texnikalarına keçiş eləyəcəyik. Başlıca olaraq demək istəyərdim ki, suallarınızı sonda verə bilərsiniz. Çünki təlim ortasında verəndə daha qarışıqlıq baş verir. Sonda bütün sualları mən cavablandıracağam. Davranış pozuntusu nə deməkdir? Birinci olaraq biz buradan başlayaq. Davranış pozuntusu uşaqlarda uşağın normalara, qaydalara uyğun olmayan hər hansı bir davranışlar etməsidir. Həm ailədə, həm də cəmiyyətə uyğun olmayan normalardan çıxış etməsidir. Yəni bu davranış pozuntusudur. Uşaqlarda davranış pozuntusu və ümumiyyətlə dediklərim bir diaqnoz olaraq siz istifadə etməli deyilsiniz. Əsasən bu dediklərim aiddir özünü anlamaq üçün, yəni dəstəkləmək üçün bir bələdçidir. Burada deməli mən giriş edəcəm, diaqnostikadan danışıram, səbəbləri, yaxşı xüsusiyyətləri, praktik həll yolları, texnikalar və sonda da siz suallarınızı verəcəksiniz. Və dediyim kimi davranış pozuntusu uşaqlarda onun cəmiyyətin, ailənin, ümumiyyətlə dostların, ətrafdakının, yəni yaxınlarınızın davranışlarına uyğun olmayan hər hansı, yəni emosional inkişaf pozuntusudur, davranış pozuntusu. Və ümumiyyətlə yaş normalarına uyğun olmayan xüsusiyyətlər də aiddir bura. Həmçinin yəni hər bir uşaqda istənilən bir davranış pozuntusu varsa, biz onu hal-hazırda o vəziyyətdə davranış pozuntusu diaqnozu qoya bilmərik. Yəni belə deyək də, pis davranan bir uşaq davranış pozuntusu deyil. Orada 6 ay müddətində davam etməlidir bu sabit problem ki, biz ona rahatca davranış pozuntusu kimi bir diaqnoz qoya bilək. Yoxsa bu adi bir, məsəl üçün, hər bir yaxşı davranmayan nadinc bir uşaq ola bilər. Yəni növbəti yəni səbəblər keçsək, uşağın sosial, akademik və ailə həyatına mane olan bir vəziyyətdir. Uşaq bu zaman həm ailədə, həm də sinif yoldaşlarına sataşır, həmçinin digər sosial olaraq problemlər yaşayır və son olaraq mən burada qeyd edə bilərdim ki, hər nadinc uşaq da davranış pozuntusu olan uşaq deyil və davranışın tezliyinə, intensivliyinə də burada diqqət etməliyik. Yəni davranış nə qədər tez davamlı olaraq uşaq eyni hərəkət eləyirsə, burada artıq bu davranış pozuntusudur. Yəni davamlı olaraq tutaq ki, o ailəsində bacısına sataşır və yaxud da məktəbdə sinif yoldaşlarına sataşır və hər gedəndə də o yanındakı tutaq ki, bir sinif yoldaşı oturub yandaşının qoluna vurur. Hər gün o hərəkəti eləyir və yaxud da hər gün gedir divara təpik atır. Yəni bu kimi davranışlar baş verə bilər. Mən növbəti slaydlarda davranış pozuntusunun növlərindən də danışacağam ki, hansı davranış pozuntusunun növləri var. Demək, davranış pozuntusunun növləri burada əsasən qarşıgəlmə pozuntusu var. Yəni nə deməkdir bu? Bir çox növləri qarşıgəlmə pozuntusu, sosiallaşmış pozuntu, sosiallaşmamış pozuntu, ailə daxili pozuntu, təlimçi qeydi, sonda da bunu qeyd edəcəm. Qarşıgəlmə pozuntusu nədir? İnadkar, qəsd pozma sizə qarşı gəlir, deyir ki, yox, mən onu eləməyəcəm, mən öz dediyimi eləyirəm. Bu da bir davranış pozuntusudur. Yəni siz deyirsiniz ki, sən get yerini yığışdır və yaxud da sən oyuncaqlarını yığışdır. Uşaq sizə qarşı gəlir ki, yox, mən yığışdırmıram. Əksinə biraz daha töküşdürməyə başlayır ki, mən bunu heç vaxt eləmək istəmirəm. Bu özü bir davranış pozuntusudur. Yəni bu davamlı olaraq uşaq bunu eləyirsə təbii ki, yəni dediyimiz kimi 6 ay müddətində siz bunu müşahidə elədiniz. Yəni hər gün və yaxud da həftədə 5 dəfə artıq uşaq bu davranışları eləyir.
Sosiallaşmış pozuntu, qrup halında edilən yanlış hərəkətlər. Yəni uşaq qrupa qoşulanda, orada davranış pozuntusu baş verir. Çox vaxt mən rast gəlmişəm, əsasən məktəbdə valideynlər deyirlər ki, mənim uşağım evdə çox sakitdir, amma məktəbdə hər hansısa kiməsə qoşulanda olur nadinc bir uşaq. Deməli elə sizin uşağınızda daxilən o nadinçlik var ki, yoldaşlarına, digər yoldaşlarına qoşulanda da o nadinçlik ortaya çıxır. Yəni onu ifadə eləmək baxır da. Məsəl üçün bəzi uşaqlar var, onu ailədə göstərir nadinçliyi. Bəzi uşaqlar da var ki, onu yoldaşları ilə birləşib daha rahat olanda onu göstərir. Bəzi uşaq var ki, ailədə daha rahat olur. Bəziləri var ki, dostları ilə daha rahat olur. Və dostları ilə rahat olduğuna görə də məhz yəni o yanlış hərəkətləri ona görə edir. Və sizə də elə gəlir ki, o yoldaşlarında da problem. O yoldaşlarında 50% problem varsa, bu uşaqda da 50% problem var ki, o digər yoldaşlarına qoşulur. Sosiallaşmamış pozuntu var ki, bu da tənhalıq və fərdi aqressiyadır. Yəni bu davranış pozuntulu olan uşaqlarda aqressiya olur və aqressiya bəzən olur ki, içə atılmış bir aqressiya olur. Yəni bu nə zaman baş verir? Bəzən olur ki, ailədə uşaqları anlamırlar. Yəni onun aqressiv davranışlarının səbəbini araşdırmırlar ki, onlar durduq yerə o aqressiyanı göstərdilər, yoxsa hansısa bir səbəb baş verdi, ondan sonra o aqressiya yarandı uşaqda. Tutaq ki, bəlkə məktəbdən evə gəlib birdən-birə aqressivləşib. Bunun səbəbini araşdıra bilərsiniz ki, bəlkə kimsə sataşıb uşağınıza, bəlkə məktəbdə nəsə yaxşı bir şey baş verməyib, ona görə aqressivləşib. Siz uşağınızı anlayırsınız burada artıq və o uşağı anlamaq, davranış pozuntusu olan uşağı anlamaq onun aqressivliyini biraz daha aşağı salır ki, burada davranış pozuntuları olan uşaqlarda əsasən hiperaktivlikdir, sonra avtizm spektr pozuntusudur. Bunlarla bağlantılıdır. Və bunların üçündə də hamısında aqressiv davranışlar var. Və bu gizli sosiallaşmamış pozuntuda da gizli aqressiya ola bilər. Yəni gizli aqressiyanın səbəbi də indi dediyim kimi, yəni uşağınızı anlamalısınız və anladığınızı eyni zamanda göstərməlisiniz. Ailə daxili pozuntu, problemin yalnız ev mühitində olması. Problem, yəni bayaq dediyim o dostlarla bağlı idi. Bir də var ki, ailə daxili problemlər. Burada yəni hər cür problem ola bilər. Ailə daxili ana ilə atanın mübahisə eləməsi və mübahisə elədiyi zaman uşağın artıq arxa planda qalması, uşağın ehtiyaclarının həm burada ehtiyac deyiləndə həm duyğusal ehtiyac nəzərdə tutulur. Həm də digər ehtiyaclar da nəzərdə tutulur ki, uşaq orada arxa planda qalmış olur və özünü daha elə bil ki, həm aqressiyalarını ifadə edə bilmir, özünü anlaşılmamış hiss edir. Buna görə də o davranış pozuntularını, yəni ki, diqqət cəlb eləmək üçün göstərir. O diqqət məhz yəni e, ona görə davranış pozuntusu nümunələri göstərir ki, yəni ona görə nadinc davranır ki, qoy məni görsünlər. Yəni anamla atam mənə diqqət yetirmir, məni qoy görsünlər, diqqət cəlb eləyim. Məhz buna görə də o həmin nadincliyi uşağınız eləyir. Ona görə məhz oyuncaqları yerə atır, nə bilim qışqırır, bağırır. Və digər nə demək, problemin növünü müəyyən eləmək müalicənin yarısı deməkdir, bayaq da dediyim kimi. Yəni problemin hansı növdən olduğunu müəyyən etmək. Yəni uşağınız təkcə ailədəmi davranış pozuntusu nümayiş etdirir, yoxsa təkcə sosiallaşanda, uşaqlarla, sinif yoldaşları ilə olanda mı göstərir? Yoxsa hər ikisi də var, yəni uşağınızda. Bunu müəyyən etsəz, problemi müəyyən etsəz, burada müalicə yəni almaq artıq daha asan olacaq. Demək, və hansı yaş dövrlərində daha çox rast gəlinir bu problemlərə, yəni davranış problemlərinə. Məktəbəqədər yaş dövründə emosional partlayışlar baş verir, yəni dişləmə, ağlama krizlər baş verir və ümumiyyətlə məktəbəqədər
qədər dövrdə bu 2-6 yaş əhatə edir ki, bu yəni ki, hallar baş verir. Məktəbli dövründə isə 7-11 yaşlar əhatə edir. Daha çox məktəbli dövründə yalan danışmaqdır, dərslərdən qaçmaqdır və özünə qapanmaqdır. Bu kimi hallar baş verir. Yəni davranış pozuntusu hallarına bunlar aiddir məktəbli dövründə. Və demək, məktəbəqədər yaş dövründə həm də dediyim kimi orada məktəbəqədər yaşda bağçaya gedirlər də uşaqlar. Daha çox bağça yaşlı yoldaşlarına bağçaya gedəndə yəni ki, müəllimə qarşı bu davranışları eləyə bilərlər. Yəni həm bağça dövründə bağçaya getdiyi yoldaşlarını araşdırmalısınız. Həm də bu 2-6 yaşda uşaqlarda böhran dövrü də ola bilir. Yəni 2 yaş böhranı var, bir də 3 yaş böhranı var. Yəni buna keçid edib danışsam, 2-3 yaş böhranı da bu dövrə düşdüyünə görə siz bu davranış pozuntusunu 2-3 yaş böhranı ilə qarışdırmalı deyilsiniz. Davranış pozuntusu daha çox dediyimiz kimi, yəni ağlama krizləri, ağlama krizləri daha çox baş verir. Yəni davamlı olaraq uşaq hər gün demək olar ki, ağlayır. Yəni ağlama ilə bərabər həmçinin də dişləmədir, yəni emosional partlayışlar daha çox baş verir. Yəni uşaq davamlı olaraq yoldaşlarına sataşır. Amma böhranda isə sadəcə olaraq ağlama krizləri olur. Və o özünü yaxşı hiss eləməyəndə, yəni özünü sıxıntılı hiss eləyəndə sizlə yəni yaxşı danışmır, sizin dediklərinizə əməl eləmir. O tərs davranır. Yəni tərslik bu böhran 2 yaş, 3 yaş böhranlarına aiddir. Yəni gördüyünüz kimi 2-3 yaş böhranı davranış pozuntusundan daha fərqlidir. Məktəbli yaş dövründə isə bu daha çox yəni bu düşür 1-ci sinifdən 4-cü sinifə qədər ibtidai yaş dövrünə düşür ki, əsasən bu dövrdə uşaqlar müəllimlərinə adaptasiya olurlar. Bu dövrdə əhatə eləyir. Yəni adaptasiya müddəti də müəyyən qədər vaxt aparır. Siz əsasən 1-ci sinifin 2-ci yarısından sonra uşağınızı müşahidə eləməlisiniz bu zaman. Ki, 2-ci yarısında da uşağınız eyni davranışları müşahidə eləyirsinizmi? Tutaq ki, o sinif yoldaşlarına sataşır. Yenə də 2-ci yarım ildən yenə də bu davranışlar davam edirsə, deməli uşağınızda davranış pozuntusu ola bilər. Bu yaşlarda hələ uşaq hisslərini idarə edir, eləməyi öyrənir. Buna görə də daha çox, yəni daha diqqətli davranmaq lazımdır, dediyim kimi. Yəni bunu böhranlarla və yaxud da digər adaptasiya problemləri ilə qarışdırmaq lazım deyil və yeniyetməlik dövründə əsasən müstəqillik, yeniyetməlik dövrü biz qabaq indi məktəbli dövründən, 1-ci bağça yaş dövründən danışdıq. Sonra məktəbli yaş dövründən, indi də 12-18 yaşları əhatə edir yeniyetməlik dövrü. Və yeniyetməlik dövründə əsasən müstəqillik arzusu olur. Müstəqillik arzusu olur uşaqda, üsyanlar daha çoxalır və zərərli vərdişlərə uşaqlar maraq göstərirlər və ailədən uzaqlaşıb dostlara meyl göstərmək istəyirlər. Və yeniyetməlik dövrü böhranı da var, bilirsiniz. Yeniyetməlik dövrünün böhranı ilə siz davranış pozuntusunu yenə də qarışdırmalı deyilsiniz. Məsəl üçün, bu böhran zamanı tərslik olur. Yəni böhranlarda ən əsas xüsusiyyət uşağın sizin dediklərinizə əməl etmək istəməməsidir. Yəni yalnız özünə qulaq asmaq istəyir bu uşaqlar. Sizə başqasına qulaq asmaq istəmir. Bunu siz böhran dövründə müşahidə edə bilərsiniz. Amma burada artıq davranış pozuntusu varsa, zərərli vərdişlərə daha çox meyilli olurlar. Yəni onlar ailəsindən uzaqlaşmaq istəyirlər. Yəni ancaq dostlarına meyil göstərmək istəyirlər də. Yəni müstəqillik halları ilə bərabər də bu hallar baş verir. Müstəqillik təkcə müstəqillik olur böhran dövründə.
Amma artıq o üsyan edirsə, qışqırır, bağırırsa, hər şeyə aşırı dərəcədə həddən artıq reaksiyalar verirsə, yəni adicə bir dəftərinə siz qarşısınız, deyirsiniz ki, hə, bu dəftərin sənin yaxşı bir rəngdə deyil və yaxud da köynəyin yaxşı bir rəngdə deyil, tünd rəngdədir. Gəl gedək açıq rəngdə bir köynək alaq. O adi o köynəyin rənginə belə çox həddən artıq reaksiya verir, qışqırmağa başlayır. Artıq bu davranış pozuntusuna nümunə ola bilər. Amma o sizə tərslik kimi tutaq ki, deyir ki, yox mən bunu istəmirəm. Siz ha deyirsiniz ki, bu sənin əynində yaxşı qalmır, amma o narazılıq edir. Deyir ki, yox mən bunu istəmirəm, bunu geymək istəyirəm. Yəni mən qara köynək geymək istəyirəm. Artıq bu böhran dövrü əlamətidir. Amma bayaq dediyim o aşırı qışqırıq bağırması artıq davranış pozuntusudur. Və daha çox gizli səbəblər ola bilər. Bu səbəblər də məsəl üçün psixolojidir, diqqət görmək və yaxud da qorxu ola bilər. Diqqət görmək barədə bayaq da danışdım. Məsələn, onlar məhz diqqət görmək istədiyinə görə ə, sizə, yəni o davranış pozuntusunu göstərə bilər ki, o qışqırıb bağıra bilər ki, qoy mən o diqqəti alım. Məsəl üçün valideynlər mübahisə eləyəndə, dava eləyəndə bunu göstərə bilər. Və qorxular da eyni zamanda burada müşahidə edilir. Dediyim kimi, məhz diqqət görmək istədiyinə görə bunu göstərir. Və bioloji. Bioloji isə genetik meyillikdir. Genetik olaraq da bu uşaqda davranış pozuntusu nümunələri ola bilər. Yəni həm anasından qaynaqlana bilər, atasından qaynaqlana bilər, qohumlarından hər hansı ola bilər ki, onlar indiyə qədər elə insanlardır ki, daha çox aktivdirlər, daha çox belə hər kəslə sataşan insanlardırsa, uşaqda bu cür yəni ola bilər. Və yaxud sosial da ailədə şiddətli, düzgün olmayan tərbiyə metodudur. Daha çox, yəni bu da sosialda ailədən qaynaqlanır. Həmçinin yoldaşlarından da nə isə öyrənə bilər uşaq. Yəni daha həssas bir ailədə böyüyübsə uşaq, orada yoldaşlarından onun daha pis vərdişlər öyrənməsi daha açıqdır. Yəni bu uşaqlar pis vərdişlərə daha həssas olurlar. Və uşaq pis olduğuna görə yox, daxilində ağrı hiss elədiyinə görə bu cür davranır. Yəni davranış pozuntusu olan uşaqlar pis deyil. Sadəcə onlar özlərini o davranış nümunəsi göstərmədiyi zaman içsəl olaraq boş hiss edirlər, boşluqda olurlar. O boşluğu doldurmaq məqsədi ilə də o davranış nümunəsini göstərirlər.
Bir valideyn olaraq da əslində valideynlərin borcu burada o boşluğu tapmaqdır ki, uşağın harda boşluğu var. Tutaq ki, biz mübahisə edirik, bəlkə biz uşağa daha çox diqqət ayırmırıq. Ona görə uşaq bu cür davranır. Bəlkə də hər hansı məktəbdə bullyingə, mobbinqə məruz qalır. Ona görə bu cür davranmağa başlayır. Yəni bu hallar baş verə bilər. Aha, və uşaqlarda davranış pozuntularının səbəbləri, davranış pozuntuları və səbəbləri. Tez-tez rast gəlinən pozuntulara, yəni davranış pozuntularının əlamətlərinə nələr aiddir? Təcavüzkarlıq, inadkarlıq, yalan danışmaq, söyüş söymək, dırnaq yemək, saç qoparmaq, yuxu və qida qəbulu pozuntuları, eyni zamanda inurez, məktəbdən qaçmaq, itaətsizlik. Yəni bunlar hamısı davranış pozuntularına aiddir. Amma uşaq tutaq ki, məcbur qalıb bir dəfə yalan danışıb. Amma bu o demək deyil ki, artıq mən burada siqnal ötürməliyəm beynimə ki, hə, mənim uşağım yalan danışdı. Bu artıq gələcəkdəki yalan danışmanın bir xəbərçisi ola bilər. Bu zaman uşağın üstünə çox getməli deyilsiniz ki, sən yalan danışdın. Bundan sonra da çox yalan danışacaqsan da demək. Bunu deməniz, yəni əksinə o uşaqda bir oyanma baş verəcək ki, hə, mən demək yalan da danışa bilərəm. Yəni bir növ yadına salırsınız ki, onun yəni yalan danışmağı yadına salmış kimi olursunuz. Yəni bunu demək mənfi, ümumiyyətlə uşaqlar belədir ki, onlar pozitiv söhbətləri daha yaxşı başa düşürlər. Pozitiv, məsəl üçün bu oyuncaqları yerə tökmə əvəzinə yeri təmiz saxla. Bu cür pozitiv sözlər qurmağınız, deməyiniz onlara daha yaxşı təsir göstərir. Çünki neqativi onların beyni neqativ kimi qəbul eləyir. Yəni bunlar hamısı davamlı olaraq baş verirsə davranış pozuntusudur. Yəni davamlı olaraq yalan danışırsa, uşağınız inadkar davranırsa, ancaq inadkardır. Yəni hər şeyi və hər kəsi inad eləyir. Dırnaq yemədir, artıq vərdiş halına gəlib. Bu davranış pozuntusudur, dediyimiz kimi. Bunların hamısının bir səbəbi var. Həm dırnaq yemənin, həm inurezin və daha çox diqqət çəkmək məqsədi daşıyır. Yəni İlker uşağın xanım, xasiyyəti də o cür ola bilər ki, qısqanclıq olsun uşağın xasiyyətində və İlker qısqanc xanım. olduğuna bəli, kimindir? 10 dəqiqə vaxtımız qalıb. İstəsəniz ikinci linki də ataram. 10 dəqiqə vaxtımız qalıb deyəndə mən neçənci slayddayım? Hə, ikinci linkə ehtiyac olsa atarsınız. Çünki ola bilər suallar gəlsin. Yaxşı, ataram. İnşallah. Aha, yaxşı. Demək, burada yaranma səbəblərinə aiddir. Psixoloji faktor var, diqqət çəkmək istəyi, qisas alma hissi və ya valideynlə hesablaşma var və mühit faktoru, fizioloji faktorlar var. Demək, ailədə zorakılıqdır mühit faktoruna, maddi çətinliklər, ananın depressiyada olması, dediyimiz kimi ailədə təkcə mübahisələrin olması zamanı uşağa diqqət yetirilmir. Eyni zamanda ailədə ananın, atanın özünü yaxşı hiss eləməməsi zamanı da bu baş verə bilər. Yəni anlıq olaraq bəlkə ana depressiyadadır və bu uşağın böhranlı yaş dövrlərinə düşüb, ya 2 yaşına, ya 3 yaşına düşüb. Ondan sonra bu problemlər, yəni davranış problemləri artıq görə bilərsiniz uşağınızda. Çünki o dövrlərdə siz uşağa daha çox diqqət yetirməmisiniz. Amma bu o demək deyil ki, siz uşağa nə vaxt diqqət yetirmirsinizsə, onda davranış pozuntusu baş verəcək. Xeyr, bu sadəcə müəyyən əsaslığı olan uşaqlarda baş verir və təkcə diqqət yetirməyəndə, yəni uşağınıza bir nəvaziş yetirməyəndə, yəni yaxşı onun ehtiyaclarına tam olaraq cavab verməyəndə, onda təkcə davranış problemi deyil, eyni zamanda utancaqlıq da baş verə bilər. Həmçinin uşaqlarda tiklər var ki, tiklər də bu səbəbdən baş verə bilər. Daha sonra aradan qaldırılması yolları var. Aradan qaldırılması yollarına isə müsbət möhkəmləndirmə, rutinlər və seçim şansı var. Müsbət möhkəmləndirmə nədir?
Yəni yaxşı davranışı görüb tərifləmək. Siz tutaq ki, uşaq pis bir davranış eləyirsə, bayaq da elə bunun üzərinə gəlmək istədim, sonra fikir ağlımdan çıxdı. Müsbət möhkəmləndirmə var. Yəni uşaq pis davranış eləyibsə, biz o pis davranışın üzərində qalmalı deyilik ki, sən bu pis davranışı eləyibsən. Əksinə o müsbət davranışları elədiyi zaman onu daha çox tərifləməliyik. Həm də bu nəyə görə bunu biz deyirik? Çünki o uşaq elə o davranış pozuntusu dediyimiz davranışları, məsəl üçün o ağlaması, qışqırması, yəni o cür davranır ki, orada məqsəd var. Uşağın məqsədi odur ki, sizin diqqətinizi cəlb etmək. Və siz də durub ona qışqırsaz, siz ona cavab versəz, artıq o məqsədinə çatmış olacaq və növbəti dəfə yenə də onu eləyəcək. Yəni çünki məqsəd orada sizin diqqətinizi cəlb eləməkdir. Ona görə də siz ümumiyyətlə o ə, yəni ağlayanda, sızlayanda həddən artıq aşırı cavab verməli deyilsiniz. Orada uşağı anlamaq, yəni bir növ tutaq ki, uşaq oynamaq istəyirsə, ondan bir növ oyun oynamaq, yəni bu cür reaksiyalar vermək daha düzgündür. Və rutinlər var. Yuxu, yemək və oyun saatlarının sabit olması. Daha çox sabit olmalıdır. Bu yuxudur, yeməkdir, oyun saatlarıdır. Yəni nə vaxt səhər, günorta, axşam oyun saatlarıdır və eyni saatlarda da oyunlar oynanmalıdır ki, bu davranış pozuntuları ümumiyyətlə dedikdə davranış pozuntusu özü belə nizamsızlıq baş verməsidir. Yəni həyatınızda müəyyən dərəcədə nizamsızlıq baş verir. Həm hiperaktivlik deyiləndə də bu nəzərdə tutulur. Yəni o insanların həyatı müəyyən dərəcədə nizamsızdır. Buna görə məhz onlarda hiperaktivlik baş verir. Buna görə də onlara rutin qaydada hər şeyi nizam-intizamla elətdirmək lazımdır. Həm yuxuları nizamla olmalıdır, yeməkləri də nizamla olmalıdır. Yəni eyni saatda hər gün ki, onlar nizama-intizama daha çox öyrəşsinlər. Seçim şansı var. Burada əmr vermək əvəzinə alternativ fikirlər təklif eləmək. Məsəl üçün uşağa demək ki, sən bu ağ köynəyi istəyirsən, bunu demək əvəzinə tutaq ki, burada qara köynək də var. Sən qara köynəyi istəyirsən, yoxsa ağ köynəyi? Orada uşaq artıq seçir hansı mənimdir. Və burada artıq anlayır ki, siz onun fikirlərinə hörmət göstərirsiniz, hörmət eləyirsiniz. Yəni siz düşünürsünüz ki, məsələn, bəzən düşünürlər ki, uşaq onsuz da bunu anlamır, qoy mən elə bir dəfə onu deyim, daha çox onun üçün rahat olsun da. Yəni mənim bir seçim ona təklif etməyim onun üçün daha rahat olacaq. Nəinki iki dənə seçim eləməyim. Amma əksinə o uşaq özünü iki seçimsiz verəndə daha yaxşı hiss etməyə başlayır. Tutaq ki, sən südlü kofe istəyirsən, yoxsa adi kofe? Yəni bu cür suallar elə bil ki, daha söhbətçil xarakter daşımalıdır. Daha çox reaksiyası çox olmalıdır ki, orada yəni davranış pozuntusunun aradan qaldırılması üçün siz evdə də bu cür yəni texnikalardan istifadə etməlisiniz. Təbii ki, ağır davranış pozuntusundan söhbət gedirsə, artıq burada psixoloqa müraciət edilməlidir. Amma eyni zamanda təkcə psixoloq yanında da bir nəticə alınmır. Eyni zamanda evdə də bu cür texnikalar siz davam etdirməlisiniz. Uşağın sözünü kəsmədən dinləməlisiniz. Cəza yox, nəticə. Yəni vurduğun üçün küncdə dur yox, vurduğun üçün oyuncaq əlindən alınır. Yəni cəza vermək yox, daha çox nəticəsi bunun nə olacaq? Yəni sən bu davranışı etdin, amma nəticədən sənin başına nələr gələ bilər? Bunu desəz, uşaq artıq burada anlayır ki, mən öz səhvini burada anlamağa başlayır. Siz artıq cəza verəndə ona o yəni elədiyinin nəticəsini başa salmırsınızsa, artıq o cəzanın heç bir mənası olmur çünki. Və nümunə olmaq lazımdır. Yəni valideyn öz emosiyasını necə idarə edirsə, uşaq da ondan kopyalayır. Valideyn çünki uşaqlar bilirik ki, yəni bəziləriniz bəlkə də bunu bilir ki, uşaqlar sözə yox, hərəkətlərə fikir verir. Yəni siz nə edirsinizsə, uşaq da onu edirsiz. Əgər özünüz qışqırırsınızsa, bu uşağa qışqırma deyirsinizsə, uşaq sizin yəni davranışlarınıza baxacaq. Və yaxud da özünüz həddən artıq hərəkətlisinizsə, və yaxud da özünüz belə deyək də, hər kəsdən mübahisə edirsinizsə, uşaq artıq onu görəcək ki, siz hər kəslə dava edirsiniz. Onda o ona baxacaq, hər kəslə dava edəcək. Siz baxmayaraq ki, siz ona deyirsiniz, uşağa deyirsiniz ki,
hamı ilə dava eləmə. Yəni o daha çox davranışlara baxacaq. Buna görə də davranışınızla nümunə olmaq daha yaxşıdır. Vaxtımız deyəsən az qalır. Ə, Demək, valideynlər nə etməlidir? Burada da nümunə olmağa çalışmalıyıq. Yəqin ki, indi bağlanacaq. Xərçi xanım ikinci linki atacaq da onda. Valideynlər nə etməlidir? Burada nümunə olmalıyıq. Sakitlik, ünsiyyət, eyni zamanda müsbəti gücləndirməliyik. Müqayisə eləməməliyik. Bu barədə danışacağım sizə daha ətraflı. Daha sonra texnikalardan danışırdım. Məsələn, davranış pozuntusunun texnikalarına nələr aiddir? Biz burada nümunə olmağı bacarmalıyıq. Yəni, uşağa dürüstlük, mülkiyyət anlayışını öyrətmək üçün əvvəlcə özümüz buna əməl etməliyik. Bu barədə də mən danışdım əvvəl, nümunə olmalıyıq ona. Sakitlik və ünsiyyət, hər şeyi daha çox ünsiyyətlə həll etməyə çalışmalıyıq. Yəni, uşağa cəza vermək və yaxud da sözsüz ünsiyyət kimi rollardan yəni istifadə etməli deyilik. Daha çox ünsiyyət qurmaqla hər şeyi biz həll edə bilərik. Eyni zamanda müsbəti gücləndirməliyik. Mənfi hərəkət edəndə deyil, daha çox yaxşı hərəkət edəndə ona reaksiya verməliyik və müqayisə etməməliyik uşağı. Yəni müqayisə edəndə davranış pozuntulu uşaqlara daha çox mənfi təsir göstərir. Eyni zamanda uşaq özünü yaxşı hiss eləmirsə, həm nə vaxtsa, yəni hiss edirsiniz ki, bu uşaqda indi davranış pozuntusu yavaş-yavaş başlayır, gələcəkdə daha da aqressivləşəcək. O aqressivlik uşaqda, məsələn, nə vaxt hiss edirsinizsə, uşağınızda aqressivlik var. O aqressivlik yarananda yaradıcılığı gücləndirməyə çalışın ki, uşaqda yaradıcılıq qabiliyyətlərin, yəni ki, məsələn, şəkil çəkdirə bilərsiniz uşağa, eyni zamanda oyunlarla bağlı qum terapiyasıdır. Məsəl üçün qumla oynamaq, oyuncaqlarla oynamaq kimi, yəni bir çox yaradıcı texnikalardan istifadə edə bilərsiniz. Kukla oyunlarıdır. Bunun üçün drama var ki, yaradıcı drama. Bu barədə mənim kitabım da var. Uşaqlarla səhnəyə kitabım ki, orada bir çox texnikaları var, yaradıcılıq texnikaları var ki, bundan da yola çıxa bilərsiniz. Uşaqlarınıza bu cür, yəni ki, səhnələşdirmə kimi oyunlar oynada bilərsiniz. Bu onların daha çox başını qarışdıracaq. Yəni ki, aqressivlik halları daha da azalmağa başlayacaq. Eyni zamanda burada uşaq özünə zərər verirsə, başqasına fiziki zərər verirsə və yaxud da ailədaxili münasibətlər tamamilə qırılıbsa və məktəbdən davamlı şikayətlər gəlirsə olduğu yerdən, daha sonra yəni bu cür hallar baş verdikdə psixoloqa müraciət edə bilərsiniz. Artıq yəni burada hallar daha da ağırlaşmağa başlayır və daha burada effektiv metodlar mənfi davranışı görməzdən gəlməkdir. Bayaq da qeyd etdiyim kimi. Məktəb, ailə, valideyn əməkdaşlıq burada davam etməlidir. Peşəkar terapiya, yəni həll-yönümlü terapiyadan, koqnitiv terapiyalardan, oyun terapiyasından istifadə olunmalıdır. Və dediyimiz kimi, burada uşaqlara daha çox hörmətlə yanaşmalıyıq və hər bir uşaq açılmamış bir çiçəkdir. Sadəcə bəziləri daha çox günəş istəyir, bəziləri daha çox diqqət istəyir. Yəni bu diqqəti lazımlı vaxtda biz versək uşağa, əslində gələcəkdə də problemlər daha az olar. Bu davranış pozuntusunun da bəlkə sual verə bilərsiniz ki, tam aradan qaldırmaq olurmu? Tam aradan qaldırmaq, yəni müəyyən səviyyədə o baxır onun ağırlığına, zəifliyinə və yaxud da daha aşağı səviyyədədirsə və ortaya yaxındırsa, onda tam aradan qaldıra bilər. Amma ortadan yuxarı daha ağır səviyyədədirsə, onda ola bilər ki, o daha çox davam eləsin uzun müddət. Onda yəni müəyyən davranışlar, tutaq ki, davranış pozuntusu uşaqlıqda qışqırırsa, daha çox oyuncaqları tullayırsa, böyüyəndə də bu çevrilə bilər digər aludəçiliklərə. Bu cür, yəni ki, davranış pozuntusunu çevrilə bilər digər davranış pozuntularına.
yəni orta ağır səviyyədə olanda. Və burada mən mövzu bitir artıq. Sizin suallarınız varsa burada verə bilərsiniz. Yəni dinlədiyiniz üçün təşəkkür edirəm. Amma kimin sual varsa verə bilər. Yəni varsa. Selamun aleyküm. Salam. Mənim sualım bilirsiniz nə idi? Yəqin ki, yaxın vaxtlarda eşitdiniz ki, İdrak liseyində müəlliməni güllələdi bir şagird. Bu Bəli. davranış pozuntusudur, düzdür? Və bunun Bəli, haqqında da davranış çox danışılmadı. Yəni, müəyyən səbəblər var da, yəni əhalinin əksəriyyəti bilir. Örtbasdır edildi, yəni. Yəni, bu davranış Bəli. pozuntusu nədən irəli gəlir ki, bu uşaq müəllimi güllələyir? Artıq Sualım orada budur. aha, belə deyək də, orada artıq biz o biri məsələnin daha gizli yönləri də ola bilər ki, biz onu bilmirik, amma bu artıq bəli davranış pozuntusuna gedir, açıq-aşkar. Çünki yəni davranış pozuntusunun ən pik həddidir artıq. Ki burada valideynlər, yəni ailədə diqqətli olmalıdır ki, yəni o səviyyəyə çatmaq üçün də uşaqda müəyyən davranışlar baş verib. Yəni valideyn izləməli idi o vaxta qədər ki, yəni artıq məktəbdən narazılıqlar gəlir mənim uşağıma, daha çox, yəni müəllimlərdən, məktəbdən narazılıqlar gəlir. Eyni zamanda bu uşaq ailədə də fikir verir ki, daha çox özünə qapanır, bizlə heç nə danışmır və yaxud da nə deyirsə bizim əksimizə gedir. Artıq yəni bu ilk həddləridir də. Ondan sonra siz valideynlər yəni ona nə qədər az fikir verirsə, bu hadisə o qədər də böyüməyə başlayır. Böyüyür və daha pik həddinə gedib çatır. Yəni mənə görə daha çox bu cür problemlərin baş verməsi 50% uşaqda səbəb olursa, 50% də valideyndə səbəb olur ki, yəni valideyn vaxtında psixoloqa müraciət edəsə, yəni peşəkarlardan dəstək alsa, əslində bu cür problemlər daha azalar. Yəni qaynaqlanma səbəbini soruşsaz. Çox sağ olun, təşəkkür edirəm. Təlimə görə təşəkkür. Salam. Mən də təşəkkür edirəm sizə dinlədiyinizə görə. Salam, 3 yaşlı uşaq oyuncağını paylaşmır, tək oynamaq istəyir. Onunla oynamaq istəyəndə qışqırır. Bu davranış pozuntusu adlanır. Onunla oynamaq istəyəndə qışqırır. Aha. Bunun əksi ilə də rastlaşmışdım. Ancaq olur ki, uşaq anası ilə oynamaq istəyir, amma sizdə daha çox əksidir. Burada oyuncağını paylaşmır. Artıq o həmin oyuncağa bağlana bilər. Yəni ola bilər ki, həmin oyuncağını daha çox sevsin. Bəlkə bundan qaynaqlanır. Artıq o altda yatan səbəbləri mən bilmirəm. Çünki o baxır adətən olur ki, oyuncağı daha çox sevəndə, o oyuncağa bağlananda elə bil ki, siz oyuncaqla oynayanda o qırılacaq oyuncağı və yaxud da oyuncaq nəsə olacaq. Və paylaşmaq istəmir bu səbəbdən də. Yəni bundan qaynaqlana bilər. Bütün oyuncaqlara qarşı belədirsə, onda uşağın özündə bir növ qısqanclıq ola bilər, yəni özündə bir növ paylaşmaq istəməmək ola bilər. Yəni xasiyyət cəhətdən bu uşaq bu cür ola bilər. Nitq ləngiməsi də var. Uşaqda nitq ləngiməsi də var. Artıq bu o deməkdir ki, uşaqda yəni müəyyən dərəcədə belə deyək, davranış pozuntusu da ola bilər. Çünki nitq ləngiməsi varsa, artıq nitq ləngiməsi müəyyən problemlərlə paralel şəkildə baş verir. İndi bilmirəm siz onu psixoloqa göstəribsizmi uşağa, nitq ləngiməsi var dediniz. Çünki nitq ləngiməsi adətən, yəni təkcə olmur da, onunla bərabər başqa problemlər də baş verir. O uşaqda hiperaktivliyi olanda da nitq ləngiməsi olur və yaxud da atizm olanda da nitq ləngiməsi olur. Bəzi davranış pozuntuları olanda da nitq ləngiməsi olur. Yəni burada sizlə onu nevroloji uşaq. Bəli, burada artıq səbəb məlum olur. Çünki nevroloji olanda o bəlkə də yəni özü bəlkə də qavramır ki, mən onu siz məsəl üçün sənə istəmədiyinə görə sizə vermir onu oyuncağı.
Yəni nevroloji olaraq o artıq məsəl üçün daha reaksiya verir də sizə, aşırı reaksiya verir. Aşırı reaksiya verdiyinə görə artıq o ətrafdan o cür görsənir. Çünki nevroz insanlarda onlar ətrafa daha çox reaksiya verirlər. Onların əsas məsəl üçün problemi budur. Yəni siz ətrafdan elə görsənir ki, o oyuncağını paylaşmır. Amma əsl səbəb ondan ibarətdir ki, o ətrafdakılara daha çox reaksiya verir. Yəni adicə siz başqa bir şey də eləsəydiniz orada, tutaq ki, oyuncağını almaq yox. Yəni adicə bir oyun oynayan yerdə ona bir yemək də versəydiniz və yaxud da su içmək üçün stəkanda bir su versəydiniz, o ona da reaksiya bildirəcəkdi, su istəməyəcəkdi. Yəni mənə görə bilmirəm, indi onu sınayıbsınız yoxsa yox. Bu aşırı reaksiyadan qaynaqlanır. Bu da yəni necə sağala bilər deyə soruşsaz, artıq nevrolojidirsə, yəni yavaş-yavaş siz onu psixoloq yanına və yaxud da nevroloq yanına aparmalısınız ki, orada gizli səbəblər açılsın. Çünki bu həm ailədən qaynaqlana bilər, yəni dostlarından. Artıq biz uşağın, 3 yaşlı uşaqdır. 3 yaşlı uşaq, yəni bağçaya gedirsə, bağçadan da müəyyən müəllimlərindən də öyrənə bilər, qaynaqlana bilər yəni. Mənim 3 oğlum var. Böyük oğlumun 9 yaşı var. Özünə qapanır. Qardaşları ilə tam ünsiyyət yarada bilmir. Sinifdə də dostları olmur. Hər hansı bir məclisdə kənara çəkilir. Davranış pozuntusu mudur? Yəni hər şey davranış pozuntusu da aid eləmək olmaz. Mənim 3 oğlum, böyük oğlumun 9 yaşı var, özünə qapanıq. Yəni bu sadəcə özünə qapanıq uşaq ola bilər. Yəni utancaq, özünə qapanıq uşaq ola bilər, 9 yaşı var. Yəni dostları olmur. Artıq belə deyək də, bunun da gələcəkdə nə vaxt düzələcəyi də onun səviyyəsindən asılıdır. Baxır, o hansı səviyyədə utancaqdır. Yəni daha çox aşırı səviyyədə utancaqdır. Ümumiyyətlə heç kimlə danışmırsa, onda daha gec gedə bilər də ondan utancaqlığı. Ola bilər ki, 20 yaşında bəlkə daha geçsin. Yəni onun xasiyyəti o cür olsun. Yəni temperament tipləri var da insanda. Sakit temperament tipi var, yəni özünə qapalı var. Yəni bunu müəyyən eləməliyik ki, onda hansı səviyyədədir? Hansı səviyyədə? Yəni ki, davranış pozuntusu, demək, qapalılıq var. Amma davranış pozuntusu, yəni xeyr, bu davranış pozuntusu deyil daha çox. Yəni utancaqlıq, özünə qapalılıq, o davranış pozuntusu kimi də ola bilər. Bu necə olur? Hər hansı bir hadisəyə siz qapalılıqla elə bil uşaq reaksiya verir. Tutaq ki, siz nəsə ona xoşuna gəlməyən bir söz deyibsiz, xoşuna gəlməyən nəsə bir hərəkətinə reaksiya veribsiz. O sizə reaksiya olaraq o qapalılığı göstərir və hər zaman da bu cür eləyir. Davamlı olaraq bu cür davranır. Artıq bu o deməkdir ki, bu uşaqda yəni davranış pozuntusu var. Özünə qapalılıq paralel olaraq bu cür, yəni ki, davranış pozuntusu kimi gedə bilər. Amma sizin dediyiniz kimi, yəni burada təkcə özünə qapalılığı varsa, artıq bu sadəcə utancaq bir uşaqdır. Slaydı olar göndərərəm qrupa. Bəli, mövzular, mətnlər maraqlı idi. Təşəkkür edirəm mən də sizə. Salam, mənim oğlumda elə idi. Vaxtında müalicəsini aldırdım və onunla çox həlim davranırdım ki, əks reaksiya verməsin deyə. Bəli, əks reaksiya verməsin deyə daha həssas davranmalısınız uşağa. Yəni bu barədə düzgün reaksiya veribsiz. Yəni indi daha yaxşıdırmı uşağınız? Yəni vaxtında, olar, bəli, əlbəttə. Salam, axşamınız xeyir. Xoş Salam. gördük hamını. Üzr istəyirəm, burada böyüklər varsa hamısından. Mənim oğlum da elə idi. 4 yaşında dili açıldı, o danışa bilmirdi. Məsəl üçün, orada xanım dedi ki, uşaq oyuncaq bölüşmür filan. Yəni ki, elə uşaqlar təhliyi çox sevir. Bölüşməyi sevmir. Sadəcə olaraq mən vaxtında, bəlkə də indi o həkim rəhmətə get, Maya doktor var idi. Onun müalicəsini götürürdüm.
Yəni bir saniyə belə sağda qururdum, dərmanların heyli içirdirdim onun. Yeməyinə heylə nəzarət eləyirdim və eyni zamanda məsəl üçün nə isə izah eləmək istəyirdi ki, bunu istəyirəm. Axı danışa bilmirdi. Mən onu başa düşməyəndə o başına döyüb ağlayırdı. Amma mən əsəbləşmirdim. Yəni ana bunu bilsin deyə bunu mən danışmaq istədim. Sadəcə olaraq özünüz öz uşağınızın psixoloqu olmalısınız. Səbirli şəkildə. Yəni onda uşağın əsəbi pozulmur və eyni zamanda müalicə götürə-götürə baxacaqsınız ki, uşaqda irəliləyiş var. Bir də belə deyim də az da olsa əqli zəiflik var idi. Məktəbdə müəllim baskı eləyirdi. Bunu apar əqli zəif olan uşaqların üçün o məktəbə qoy. Mən yəni razılaşmadım. Şükür Allaha indi belə deyim də mənim oğlumun 27 yaşı var. Artıq Xəzər Universitetinin öz biliyini oxudu, magistr oxudu, hətta vəzifədə də işləyir şükür Rəbbimə. Yəni ana ruhdan düşməsin deyə mən onu istədim bölüşüm ki, bu qayda ilə nəzarət eləsə gözəl bir nəticə alacaq. Rəbbin xeyir duası üzərinizə olsun. Bəli, çox düzgün vurğuladınız. Mən özüm də elə təlimdə də vurğuladım ki, valideynlər anlamalıdır uşaqların. Çünki o uşaqların ən çox anlaşılmağa ehtiyacı var. Yəni daha çox hər şeyə mənfi reaksiya vermək əvəzinə müsbət reaksiya vermək. Yəni ki, anlaşılmaq onlara daha yaxşı təsir göstərir. Nəinki siz də onunla bərabər qışqırsanız, orada artıq yəni müsbət bir aura, pozitiv bir aura yaratmayacaqsınız. Videonu YouTube kanalımda da paylaşacağım. Yəni mənim YouTube kanalımda var. Yəni istəsiniz abunə də ola bilərsiniz. Yəni başqa suallarınız da varsa verə Mənim bir bilərsiniz. dənə də sualım var sizə. Daha doğrusu bu biraz cəmiyyətdə sos vermək lazımdır deyə düşünürəm. Yəni əgər sizdə belə geniş masштablı, yəni münasibətləriniz varsa ictimai baxımdan, yəni ki siz də burada nə məsləhət görərdinizsə, cəmiyyətə yəni ki bu səsi duyurardınız. Belə ki 18-17 yaşlı tələbələr tanıyıram, çoxluqdur. Yəni böyük ağıllı, savadlı qızlardır da, yəni qız uşaqlarından hələ danışıram. Yəni valideynləri tərəfindən uşaqlar elə bil ki, sevgi hissi görmürlər, çoxluq valideynlər ayrılır və uşaqlar məcbur olurlar, ataları, anaları ola-ola qız uşaqları təkcə evə çıxsınlar. Yəni ki, belə kvartirant ev tutsunlar. Yəni ki, atadan şiddət görür, ya anadan şiddət görür və yaxud da ki, ata-ana bunlara maddi cəhətdən təmin eləmir. Çox sayda bu tipli uşaqlar var. Bu uşağın davranış pozuntusu olduğunu sanmıram. Valideynlərin davranış pozuntusu olduğunu düşünürəm. Yəni bu valideynlər uşaqlarına qarşı sevgi, məsuliyyət hissi eləmədiklərinə görə, yəni ki göstərmədiklərinə görə bu çox qız uşaqları var. Özü də ki ağıllı uşaqlardır da, yəni ki amma məcbur olurlar, ağlayırlar. Yəni ki, o maddi cəhətdən həm universitetin maddi cəhətdən pulunu ödəmək üçün, həm işləmək üçün, həm universitetə gəlmək üçün valideynləri tərəfindən çox kənarlaşdırılan, baxılmayan belə qız uşaqları var. Bu barədə məsəl üçün nə düşünə bilərsiniz? Nə etmək olar cəmiyyətə, nə kimi kömək eləmək olar? Nə etmək olar deyəndə biz məsəl üçün tək nə qədər hərəkət etsək də ümumi valideynlərin fikrini əlbəttə ki, dəyişə bilmərik. Sadəcə olaraq o valideynlər özü də dəyişimə açıq olmalılar. Yəni ki, o valideynlər, o ana, ata da öz ana atasından öyrənib bunu. Yəni ona görə də açıq deyirlər belə şeylərə. Onlar artıq elə düşünürlər ki, bu cür davranılmalıdır qızlara qarşı. Yəni biz onu açıq icazə versək, orada nə bilim nəsə bir fəlakət baş verir, nəsə bir şey baş verəcək. Artıq düşüncəni dəyişdirmək də mənə görə çətin bir məsələdir. Yəni belə deyək də, inşallah getdikcə daha yaxşı pozitiv yerə, pozitiv bir dünyaya açıq olarıq. Daha müasir, yəni ki, pozitiv, müasir dünyaya daha açıq olarıq. Bunun yəni ortadan qaldırması dediyim ki, sadəcə maarifləndirici verilişlər
baxmaq sadəcə yəni televiziyada daha maarifləndiricilərin savadlı olması, yəni cəmiyyətin daha savadlı olmasına diqqət etmək. Yəni həm təhsil haqqlarının aşağı olması və yaxud da universitetə qəbulun daha asan olması, yəni bu kimi hallar buna təsir göstərir. Cəmiyyətin savadlı olmasına təsir göstərir. Cəmiyyət savadlı olsa, o qədər də bu problemlər əslində ortadan qalxır. Təşəkkür edirəm, çox sağ olun. Siz də sağ olun, təşəkkür edirəm. Uşaqları telefondan qadağı olmuş Roblox və kvadrat başlı oyunlardan, silahlardan necə ayıra bilərik? Nə qədər olmaz desəm də, qadağa qoysam da rahatlığa düşən kimi o oyunları oynayırlar, sonra da gün ərzində aqressiv olurlar. Bəli, yəni bu barədə də əslində bu telefondur, sosial mediadır. Bunlar da uşaqları davranış pozuntusuna daha meyilli eləyir. Nə qədər çox uşaqlar bu telefondan oynasalar, o qədər də yəni ki, özlərini yaxşı hiss eləmirlər. Yəni, özlərini yaxşı hiss eləmədiyinə görə də məhz davranış pozuntusuna meyil göstərirlər. Belə bir şey deyim ki, uşaq ümumiyyətlə telefona meyil göstərirsə, mənim bu haqda videom da var, telefon asılılığına bağlı YouTube-da. Nə qədər telefon asılılığına meyil göstərirsə, əslində onun səbəbi var. Uşaq sıxıntılı olanda, özünə qapananda telefona, sosial mediaya daha çox meyil göstərir. Ya ailədə daha çox uşağın ehtiyacları nəzərə alınmır, ya da onun evdə maraqlı hobbiləri yoxdur. Yəni ona evdə uşağın nə maraq göstərdiyi şey varsa, məsələn, uşağın siz bilirsiniz də daha çox hansı kitablara marağı var və yaxud hansı oyunlara marağı var. Yəni tutaq ki, uşağa şahmatdır, şaşqidir, məsələn, bu cür intellektual oyunlar, yəni bir çox uşaqlar üçün intellektual oyunlar var. İndi uşağınızın yaşını bilmirəm, onun yaşına uyğun da oyun deyə bilərəm. Şahmatdır, şaşkidir. Bunlar daha çox böyük yaşlı uşaqlar üçündür və intellektual digər puzzle oyunlardır, məsəl üçün. Onun yaşına uyğun olan oyunlar tapa bilərsiniz. Ki o telefondan deyil, real oyunlara, yəni ki, köklənsin. Bu cür əslində uşaq özünü daha yaxşı hiss eləyəcək. Çünki bu telefona bağlanırsa uşaq, burada səbəb uşağın özünü yaxşı hiss eləməməsidir. Yəni o boşluğu o telefondan çıxartmaq istəyir. Telefon oynayaraq çıxartmaq istəyir. Dediyim kimi, yəni aqressivliyin də səbəbi budur. Və normal heç bir problemi olmayan uşaqda belə bu problemi yaradır. Nəinki hər hansı bir davranış pozuntusu olan uşaqda daha da problemin böyüməsinə səbəb olur telefon asılılığı. Uşağın tərbiyəli olmasını istəyir ki, biz özümüzü birinci növbədə davranış mədəniyyəti, nitq mədəniyyəti və sair birinci növbədə özümüzü düzəltməliyik. Bəli, bayaq da qeyd elədiyim kimi, birinci növbədə valideyn öz davranışlarını uyğun səviyyədə eləməlidir ki, uşaq da ona baxacaq, yəni onun davranışlarına baxacaq, özünə ondan nümunə götürəcək. Uşaq davranışlara baxır, yəni sözlərə baxmır. Böyük oğluma 9 yaş kitabda alıram, marağı olmur. 9 yaşda. İdmana qoyuruq, marağı yox. Sadəcə telefon, YouTube olsun deyir, dərsini çox çətinliklə oxuduram. Yəni o nəyi xoşlayırsa, tutaq ki, YouTube-u xoşlayır. YouTube-da da dərslər var. Yəni ona müəyyən tutaq ki, vaxt da verə bilərsiniz. Olar deyin, 1 saat gündə 1 saat oyun oynaya bilərsən. Amma gündə 2 saatda, gündə saat yarımda eyni zamanda dərs oxu. Məsələn, bu cür bir şey deyə bilərsiniz. Birdən-birə telefonu almaq da orada yəni ki, çətin olacaq, da asan olmayacaq. Yavaş-yavaş onu eləməlisiniz. Tutaq ki, gündə 1 saat, gündə indi neçə saat telefondan olur? Bütün gün telefondan olur. Məsələn, 4 saat olursa, yavaş-yavaş onu 2 saata salın. Deyin ki, hə, 2 saatda dərslə məşğul ol. Sonra yavaş-yavaş, məsələn, görəcəksiniz ki, uşaq özünü daha yaxşı hiss eləyir. Bəlkə də daha tez, yəni ki, telefondan asılılıq onda aradan qalxacaq. Mən təşəkkür eləyirəm, sağ olun. Və oxu saatı ayırın, özünüz də uşaqla bağlı sevgi göstərin, kitabını oxuyun. Deyin ki, gəl kitab oxuyaq ikimiz də. Bəli, özünüz də elə bil ki, uşaqla bir yerdə məşğul olmalısınız ki, uşaq çünki 9 yaşlı uşaq elə bil oxuyur ibtidai sinifdə. İbtidai sinifin daha çox valideynə yenə də ehtiyacı var. Hələ də valideyndən asılıdır bu yaşda uşaqlar. Onlar hələ də sizin qayğınıza ehtiyac duyur.
Başqa suallarınız varsa deyə bilərsiniz, yoxsa biz təlimi yekunlaşdıra bilərik. Qardaşların yanına çağırıb kitab oxuyuram, nağıl hekayə. O oğlum gəlmir. Gəlmir, yəqin ki, oyun oynayır. Dediyim kimi, aha, mən də təşəkkür edirəm. O gəlmirsə, onun artıq telefonla bağlı asılılığı var. Telefon asılılığında yavaş-yavaş yəni aradan qaldırmalısınız. Yəni özünüz orada 2 saat dediyim kimi vaxt qoymalısınız. 2 saat yavaş-yavaş vaxtı azaldıb dərsi yarısını dərsə verməlisiniz. Aha, mən də təşəkkür edirəm. Aha, kiminsə sualı yoxsa biz təlimi yekunlaşdıra bilərik. Hər kəs dinlədiyi üçün, eyni zamanda belə suallarla qatıldığı üçün, aktiv göstərdiyiniz üçün təşəkkür edirəm. Aha, aha, Xədicə xanım buradasa təlimi yekunlaşdıraq. Tamam, möhtəşəm və faydalı təlimə görə təşəkkür edirəm sizə. Sağ olun.